Azərbaycan çempionatında bəlkə də çempionluğun taleyini müəyyən edəcək bir görüş. Qarabağ öz evində 7 xal geri qaldığı lider Sabahı qəbul edir. Siz kanalımıza abunə olun. Biz isə bu maçın analizini edərək sizə göstərməyə çalışaq ki, komandalar bir-birinə qarşı necə oynayacaq və bir-birini necə incidə bilərlər. Bu oyundan danışdıqda əlbəttə ki, komandalar arası baş tutmuş ilk dövrənin maçından mütləq danışmalıyıq. Çünki həmin maç bizə çoxlu məhsul verir ki, biz təxmin edə bilək ki, bu oyunda necə gedəcək. Əvvəlcə gəlin aydınlıq gətirək ki, niyə bizim fikrimizcə bu maç ən fundamental bəlkə də oyundur? Çünki Qarabağın bildiyimiz kimi Newcastle-la maçlar arasına düşdüyünə görə Neftçi ilə oyunu təxirə salındı və hazırda Sabah öz ehtiyatda olan oyunu qazanaraq xal fərqini bir oyun artıq keçirməklə müsbət 7-yə çıxarıb. Qarabağ çox ağır fiziki Newcastle səfərindən geri dönüb. Düzdür, komandamız Newcastle qarşı səfərdə layiqli müqavimət göstərdi. Amma bu o faktı dəyişmir ki, Qarabağ həmin oyunda çoxlu enerji sərf etdi və bu da Sabahla oyunda xüsusilə ikinci hissənin ikinci yarısında öz təsirini göstərə bilər. Xatırladaq ki, komandalar arasındakı ilk dövrədəki maçda Sabah məhz ikinci hissənin ikinci yarısında rəqibi üzərində dominasiya edərək Qarabağı maçın sonunda Maludan vurduğu qolla layiqli şəkildə məğlub etmişdir. Gəlin komandaların bir neçə metriklərinin dilində və aralarında keçirilən ilk dövrədəki oyundan nümunələr göstərməklə başa düşməyə çalışaq ki, bu maç hansı məcrada keçəcək. İlk öncə əlbəttə ki, Qarabağın 4-2-3-1-də hər kəsə məlumdur ki, komanda həddindən artıq cinah yüklənməsinə stavka edir. Xüsusilə sol cinahdan əsas hücum dalğası gəlir. Daha doğrusu Qarabağın solu buradır. Amma Qarabağ kifayət qədər vaxtı da sağ cinahdan cinah yüklənməsində edir. Əbəs yerə deyil ki, Eintrachtda vurduğumuz hər 3 qol məhz cinah yüklənməsindən gəlmişdir. Ümumiyyətlə Qarabağ bu elementdə Avropanın top ətrafı klublarla ləyaqətli şəkildə mübarizə apara biləcək qüvvədədir. Sabah isə öz növbəsində əsas hücum kanalını sol cinahdan qurur. Ümumiyyətlə Sabahın sol cinahda fantastik bir formasiyası var. Bura Polşalı müdafiəçi olan Puxaça, eyni zamanda Maluda, hansı ki winger rolunu oynayır və hücumdan oynayanda Xəyal Əliyev, bəzən isə Simic çox orqanik şəkildə, çox təbii şəkildə, hansını ki Dambrauskas müəyyən müddət ərzində mükəmməl səviyyəyə çatdırıb. Bu element vasitəsilə komanda tez-tez hücuma çıxır və baxmayaraq ki, rəqiblər buna qarşı mübarizə aparmaq istəyirlər. Bu hələ də o qədər effektiv olmur. XG-yə girməyimin səbəbi nədir? Çünki son maçları, məsəl üçün Sabah 2 dəfə 1-0 hesabı ilə qazanıb və belə bir sual əmələ gələ bilər ki, Sabahın oyununu çözüblərmi, yoxsa komandada hansısa bir forma düşüşü var. Amma biz komandanın XG-lərinə baxsaq görərik ki, XG baxımından Sabahda hər şey qaydasındadır. Komanda hər iki oyunda, xüsusilə Kəpəz oyunda kifayət qədər gol epizodu yaratdı ki, normal şəkildə 3 toplu belə fərqlə qələbə qazansın. Amma həmin epizodları konvertasiya etmək, yəni həmin epizodları dəyərləndirmək başqa bir məsələdir. Qarabağın XG-lərində isə çox böyük bir anomaliya var. Yəni bildiyimiz kimi Qarabağ bu mövsüm rəqiblərin müqavimətini qırmaqla, rəqibləri darmadağın etməklə çox böyük problem yaşayır. Əlbəttə ki, Araz Naxçıvanla keçirdiyi 2 maç içində olmaqla və bu da əbəs yerə deyil. Məsələn, son 4 oyunun, yəni qış fasiləsindən sonra Azərbaycan çempionatında keçirdiyi bütün oyunlarda Qarabağın XG-si yalnız bir dəfə 1-in üstündə olub, o da biraz üstündə olub. Qalan hallarda isə 1-in altındadır. Bu bir tərəfdən komanda realizasiyasını göstərir, amma digər tərəfdən etiraf edək ki, komandanın son maçlarda qazandığı hər bir oyunda bir element fərqli getsəydi, həmin maçda qələbə olmazdı. Çünki Qarabağ İmişlini və Şamaxını məsəl üçün son dəqiqələrdə vurduğu qolla məğlub edib. Bu bir tərəfdən çempionluq xarakteridir. Amma digər tərəfdən komandada uzunmüddətli problemlərin olmasının bir göstəricisidir. Digər bir məqam isə əlbəttə ki, PPG idi və mənim fikrimcə bu özü xüsusilə oyunun ikinci hissəsində Sabahın xeyrinə çox dəyişə biləcək bir faktordur. Söhbət nədən gedir? Sabahın PPG-yi ümumiyyətlə 6 ətrafındadır. Yəni komanda rəqibi 6 pasa imkan verir ki, onu pressing etsin. Qarabağda da hardasa bu rəqəm eynidir. Yəni başa düşmək olar ki, bu iki komandaya qarşı oynayan rəqiblər əsasən müdafiə bloku ilə və ya avtobus parkovka etməklə qorunmağa çalışırlar. Ona görə də müəyyən müddət xüsusilə top əgər Sabahın və ya Qarabağın özlərinə meydanın aid olan hissəsindədirsə, o qədər də intensiv pressing etmirlər. Lakin Qarabağ-Sabah oyununda, daha doğrusu Sabah-Qarabağ oyununda ilk dövrədə Sabah xüsusilə də 30-cu dəqiqədən sonraki oyunu ilə Qarabağı kifayət qədər sıxmağı bacardı və baxın PPG-lər arasında fərq çox fundamentaldır. Yəni Sabah sözün həqiqi mənasında həm də pressing baxımından həmin maçda Qarabağı boğaraq məğlub etməyi bacarmışdı. Əbəs yerə deyil ki, Sabahın pressingi həmin maçda PPG-yə daha doğrusu 5-1. Qarabağda isə bundan 2 dəfə aşağı idi. Yəni ki, 11 pasa Qarabağa imkan verirdi. Gəlin çox uzatmadan epizodların dili ilə
bu oyunun necə keçəcəyini başa düşməyə çalışaq. İlk öncə onu deyək ki, Sabah ilk dövrədəki maçda ən uğursuz ssenari ilə üzbəüz qaldı. Yəni Qarabağ kimi top komandanın erkən qol yedi. Bu da məcbur etdi ki, komanda tez açılsın. Amma ədalət naminə demək lazımdır ki, Sabah öz oyununu daima Qarabağa diktə etməyə çalışdı. Bu da bizə onu düşünməyə vadar edir ki, qarşıdakı oyunda da hər iki rəqib bir-biri ilə bərabər səviyyədə döyüşəcəklər. Misal üçün Qarabağın həmin maçda vurduğu yeganə qol məhz Qarabağın topsuz oyunu və buna Sabahın bir qədər hazır olmamasından gəldi. Baxın bu epizoda gördüyümüz kimi Qarabağın hücum kvarteti, yəni topsuz oyunda 4-2-4-ün o dördlüyü öndədir. Sabahın 5 futbolçusu var. Amma burada nə baş verir? Zubirin zərbə mövqeyində olduğunu görən Solvet bir növ müdafiə dördlüyündən qoparaq yuxarı qalxır və əlbəttə ki, bu zaman Qarabağ 3-3 qalır və Qarabağın ustalıq səviyyəsi ilə komanda rəqibi cəzalandırır. Sabah ikinci yarıda vurduğu 2 qolla həmin oyuna geri qayıdaraq maçı qazanmağı bacardı. Amma birinci hissənin ortasında dəfələrlə keçid futbolunda Qarabağ Sabahı cəzalandırırdı və başqa bir anda, başqa bir gündə həmin epizodların biri qolla nəticələnə bilərdi. Əgər bu baş versəydi, çətin ki, Sabah həmin oyundan qələbə ilə ayrılardı. Məsələn, gəlin bu epizoda baxaq. Gördüyümüz kimi burada Sabahın futbolçuları top itirir və Qarabağ ideal əks hücum epizodu əldə edir, amma sonda Duranın zərbəsi dəqiq olmur. Ümumiyyətlə, Sabah bir neçə əsas oyun metriklərində həmin maçda lider olsa da, zərbəyə aparan səhvlər metrikində Qarabağı ötmüşdü. Yəni bu əslində pis şeydir. Sabah 4 belə səhv etmişdi. Qolların biri də o səhvlərdən biri idi. Qarabağ isə 2 belə səhv etmişdi. Hansından ki, Şimişə bərabərlik qolunu vurmuşdu. Və ya bu epizoda gördüyümüz kimi yenə də konkret bir səhv yoxdur, amma Sabah keçid futbolunda gecikir və bundan istifadə edən Qarabağ əks hücumda rəqibini yaxalayır, amma epizodu yenə də effektiv şəkildə dəyərləndirə bilmir. Digər tərəfdən isə əlbəttə ki, Qarabağın arxadakı topsuz oyunu da qüsursuz deyildi. Məsələn, bu epizodda gördüyümüz kimi bir pasla hardasa Qarabağın 3 müdafiəçisinə qarşı Sabahın 3 futbolçusu durur və nəticədə bərabərlik qolunu vurur. Qarabağın Sabahı necə cəzalandırmağı birbaşa olaraq Sabahın sol cinahını necə eksploatasiya etməyindən asılı olacaq. Biz dəfələrlə Puxaçın nə qədər Sabahın build-up oyunda faydalı olduğunu göstərmişik və bildirmişik ki, onu hətta Liverpooldakı Trent Arnold-Alexander'la da müqayisə etmək olar. Amma bunun fəsad tərəfi ondan ibarətdir ki, əgər Puxaç öz mövqeyini tərk edirsə və Puxaç öz mövqeyini daima tərk edir və oyun ssenarisinin asılı olaraq misal üçün futbolçu burada da ola bilər və ya burada da ola bilər. Rəqib bundan istifadə edərək sürətli əks hücumla həmin cinahı yükləmək, hansı ki Qarabağ çox elitar səviyyədə bacarır, Sabahı cəzalandıra bilər. Məsələn, bu epizodda gördüyümüz kimi Qəbələ az qala Sabahı cəzalandırır. Digər epizodda isə Ohori az qala qol epizodu yaradacaqdı Kəpəzin heyətində. Burada sadəcə olaraq yenə də Puxaç öz mövqeyinə qayıda bilmir. Lakin əlbəttə ki, Puxaçın hücuma getməyi Sabaha problemlər yaratsa da, məşqçinin düşüncəsi, məşqçinin strategiyası ondan ibarətdir ki, biz bu elementdən o qədər qazanacağıq ki, bizim qazanacağımız itirəcəyimizi qat-qat üstələyir. Ona görə də bu elementdən istifadə edir və bu riskə gedir. Bu çox hesablanmış bir riskdir Dambrauskas tərəfindən, hansı ki çox effektiv şəkildə işləyir. Misal üçün, gəlin bir neçə epizoda baxaq. Biz bunu Sabahla bağlı əvvəlki buraxılışlarımızda da göstərmişdik, amma yenə də dalını son oyunlardan göstərək. Misal üçün, gördüyümüz kimi hücum Simic və Maludanın 1-2 edərək demək olar qol epizoduna çıxması ilə nəticələnir. Hansı ki Puxaç başlamışdı. Burada yenə də həmin o Sabahın qızıl üçlüyü Puxaç, Maluda, Simic kombinasiya qururlar. Yenə də az qala qolla nəticələnir. Bu epizod isə Puxaçın Qarabağda tez-tez edəcəyi bir elementdir. Puxaç 2 cür belə deyək pas atır. Bir xətt kəsici pası yuxarıdan atır. 2 bir qədər qabağa gedərək asmalara əl atır. Düzdür, asmalar nəzərə alsaq ki, Sabahın hündürboylu hücumçusu yoxdur. Məsəl üçün şərti olaraq Safranko oynamır ki, cərimə meydançasını paslarla yükləsinlər. Ona görə Sabah bir qədər asmalardan qaçır. Yəni klassik olaraq asmaların niyyəti ondan ibarətdir ki, ora qaçaraq, rəqibini qabaqlayaraq Simic və ya Xəyal Əliyev çıxsın və təhlükəli epizod yaratsın. Sabahın sol cinahı olan sadiqliyi təkcə sol cinah futbolçuları ilə bitmir. Məsələn, Qəbələ ilə maçda yeganə qolun vurulması necə baş verdi? Bura sağ cinah müdafiəçisi olan Zedatka sola köməyə gəldi ki, burada say çoxluğu komanda əldə etsin və ironiyadan ibarətdir ki, Zedatka özü də qol pasının assistentliyini elədi. Biz bu ssenarini Qarabağla ancaq komandanın hesabda geri olacağı təqdirdə, böyük qüvvələrlə hücuma keçəcəyi təqdirdə gözləyirik. Bizim düşüncəmiz odur ki, Sabah Qarabağla maça ilk dövrənin oyununda olduğu kimi bir qədər aşağı risklə, bir qədər balansla, amma öz oyununu diktə etmək şərti ilə oynayacaq. Balans oyun mən nəyə deyirəm? Sabahın build-upında misal üçün Puxaç yuxarı qalxdığı təqdirdə Zedatka arxada qalacaq. Zedatka hücumlara ancaq ikinci dalğanın bəlkə ikinci hissəsində qoşula bilər. Digər tərəfdən Sabahın bu aspektdə ortası da çox maraqlıdır. Bildiyimiz kimi çempionat oyunlarında 6-8 nömrələr olan Umar Ali Rahmanəliyev və Lepinitsaya
kömək edən futbolçu əgər İsayevdirsə, burada Xeybullayev oynaya bilər. Birinci dövrə maçında Xeybullayev var idi. Xeybullayev məqsədi odur ki, adam hardasa, əgər İsayev klassik 10 nömrədirsə, o zaman Xeybullayev 8-10 nömrə də hardasa, yəni topsuz oyunda çox fundamental rol oynayır. Mərkəzi bağlamaqla və Qarabağla da mərkəzi bağlamaq olduqca önəmlidir. Ona görə də bizim gözləntimiz ondan ibarətdir ki, bizi möhtəşəm bir maç gözləyir. Sabahın daha bir strateji addımı maçı bərabərə mümkün qədər oyunun ikinci yarısının ikinci hissəsinə qədər daşımaqdır. Nəyə görə bunu deyirəm? Çünki birinci dövrənin maçında da Çempionlar Liqasındakı çıxışına görə Qarabağ çox yorulmuşdu. Qarabağ fiziki cəhətdən artıq çatdırmadı və Sabah da öz dominant oyunu ilə, xüsusilə də bayaq göstərdiyimiz PPC ilə Qarabağı əzib qələbə qolunu vura bildi. Bu maçın strateji önəmi həm də ondan ibarətdir ki, indi Sabah qızıl bir periodda Qarabağla oynayır. Qarabağ Newcastle-la ağır səfərdən geri qayıdıb və bundan sonra komandanın artıq Çempionlar Liqası çıxışı yoxdur və komanda bütün fokusunu, bütün diqqətini ölkə çempionatında yenidən çempion olaraq Çempionlar Liqasına qayıtmağa sərf edəcək. Amma əlbəttə ki, bu bir dəqiqəyə baş verən bir hadisə deyil. Bunun üçün fikrimiz ondan ibarətdir ki, Qarabağ hardasa martın son 10 günlüyünə qədər yavaş-yavaş formasını bərpa edəcək. Həmin vaxtda millilərə pauzada komanda bir mini təlim məşq toplanışı ilə bir qədər də özünü optimum formaya gətirəcək və aprel-mayı bir növ paravoz kimi keçmək istəyəcək. Bunu Qarabağ Azərbaycan çempionatında dəfələrlə edib. Amma bu oyunda Sabah əgər məğlub olmazsa, ən azından ciddi görünən +4-ü özündə saxlayacaq. Lakin qələbə qazanacağı təqdirdə itirilmiş xallara görə 7, faktiki olaraq 10 xal irəli düşəcək və bu da çempionluq yarışında Sabaha ilk dəfə olaraq çox ciddi, fundamental bir üstünlük verəcək. Sizin fikrincə, Qarabağın Newcastle oyundakı yorğunluğu bu maçda, xüsusilə maçın ikinci hissəsində Qarabağa təsir edəcək, yoxsa Qarabağ Azərbaycan çempionatına tam qayıdışını bizə bu oyundan hiss etdirəcək? Fikirlərinizi şərhlər bölməsində bildirməyi unutmayın. Videomuzu bəyəndinizsə like düyməsini sıxıb kanalımıza abunə olun ki, belə videolar buraxmayasınız.